Təhsil naziri Emin Əmrullayev çıxışında deyib ki, şagirdlər yaxşı oxumursa müəllimə niyə maaş verək? Onda bu məntiqlə yanaşsaq, əgər ölkədə cahillik hökm sürürsə, Təhsil Nazirliyinə nəyə ehtiyac var? Qurumda o boyda işçi var, niyə onlar maaş alır? Emin Əmrullayev, sən niyə maaş alırsan? Səhiyyə Nazirliyində 1000 dənə qurum var, başda təbib olmaqla. Vətəndaş gedir əməliyyat olmağa sığorta ilə pul tələb eləyirlər. Külli miqdarda deyirlər ki, məsələn, ayağı tikməyəcəyik. Təbibə sorğu yollayırsan jurnalist kimi, sənə başdan sovru cavab verir, yola verdi cavab verir, heç ümumiyyətlə cavab vermir, cavab verəndə də ki, yola verdi. Digər çıxışlarının birində də deyib ki, şagirdlərin məktəb çantasının ağır olması nazirliyin problemi deyil, evdən artıq yük yığırlar çantaya. Ütü zat qoyuruq da, ütü qoyuruq, nə bilim, yol üstü bazarlığa dəyirik, bazarlıq eləyirik, yığırıq çantaya ki, uşağı dərsdən götürəndə bərabər götürərik. Ötən çıxışlarının birində də demişdi ki, 4 saat dərs deyən müəllim hesab eləmirəm. Müəllim özü qoyub bu qaydanı, özü seçib ki, 4 saat dərs desin. Bunu eləyən də sənsən də. Əslində Emin Əmrullayev bu çıxışı ilə onu göstərdi ki, ölkədə heç bir qurum formal xarakter daşıyır və heç bir qurum heç bir işə yaramır. İqtisadiyyat Nazirliyinin 1000 dənə vəzifəsi var. Ləğv eləyin onda vəzifələrindən birini. Görmə eləyə bilirsiniz? Yox. O, cəmiyyətdə bu cür aqressiv çıxışlar eləyərək sadəcə olaraq öz kreslosunu bərkitməyə çalışır. Çünki kütlə psixologiyasını yaxşı bilir. Absurd, sayğılama xarakterli çıxışlar eləyərək, çünki cəmiyyətdə reaksiya olanda, mənfi reaksiya olanda bilir ki, onun işdən çıxmasına heç bir təsir eləməyəcək bu. Siz nə düşünürsünüz?